İrandakı müharibə region dövlətləri üçün iqtisadi baxımdan da ciddi təsirlər yaradır. Qarşıdurma Azərbaycan bazarına təsirsiz ötüşmür. Belə ki, yerli bazarda kifayət qədər İran mənşəli məhsulların satılması və əhəmiyyətli paya malik olması iqtisadi çətinliklər riskini artırır. Bununla bağlı əməkdaşlarımız araşdırma aparıblar, izləyək. Azərbaycan və İran arasında iqtisadi əlaqələr uzun müddətli mövcuddur və müxtəlif sahələri əhatə edir. İllər üzrə statistik təhlillər göstərir ki, İran və Azərbaycan arasındakı ticarətdə İrandan idxal üstünlük təşkil edib. Azərbaycana İrandan tikinti, kənd təsərrüfatı məhsulları, eləcə də quru meyvələr, yüngül sənaye məhsulları, xüsusən də məişətdə istifadə edilən sənaye məhsulları idxal edilir. İran mallarının topdan və pərakəndə satışı ilə məşğul olan sahibkar Adil Qulamov deyir ki, qonşu ölkədəki vəziyyət onun işlərinə təsir etməyib. İrandan müstəqim mal gətirir birbaşa. Ümumiyyətlə, orada biraz indi bu günlər Novruz bayramı ilə əlaqədar olaraq bəzi zavodlar işləmirlər. Ona görə biraz mallarda ləngimələr əmələ gəlib. Malların qiymətlərində də belə dəyişiklik yoxdur demək olar ki. Bəzi zavodlar işləmədiyinə görə, o cəbhə bölgəsində olan zavodlar bəziləri işləmədiyinə görə xırda ləngimələr olur. Cüzi miqdarda bahalaşma, ucuzlaşma ola bilir, o da təbii bir haldır. Biz İran məhsulları alırdıq, qiymətinə görə, sərfiyyatına görə həmin qidalardan, yuyucu vasitələrdən alırdıq. İndi müharibə şəraitindədir, qonşu ölkəmizdə müharibə var. Ona görə də tapmadığımız məhsulları digər ölkələrin istehsalı olan məhsullardan əldə edirik. Şükür Allah ki, qıtlıq yoxdur, hər şey boldur, məhsullar da var. İstifadə edirik digər məhsullardan. Konfetli 4.20'də alır həmin qiymətli. Şordu misal alır 1.50'yə 1.60 ilə həmin qiymət. 5 qəpik indi fərq verir də, arada olur. Aşağı yuxarı olur. Pis deyil, yaxşıdır. Hamı Allah'a şükür alver eləyir. Narazı olan yoxdur. Bəzi ola bilir ki, bəzi mallarda qiymət ki, 5 kəbi, 10 kəbi, 15 kəbi qalxa bilir. Beynəlxalq yük daşıma şirkətlərindən birinin rəhbəri Abdullah Abdullayevin dediyinə görə, yük nəqliyyat vasitələrinin İran-Azərbaycan sərhədindən keçməsi ilə bağlı hər hansı bir problem yaşanmır və məhdudiyyət tətbiq olunmur. Demək olar ki, müharibə ilə bağlı bir şeyimiz pozulmur. Sadəcə olaraq bir dənə əlaqələrimiz, internet əlaqəsi yoxmuzdur. Onu elə bir başqa formada qurmuşuq. 9 dənə Qaradınızda maşın çıxıb götürmək. Biləsuvar Astara istiqamətində. Bəzi məhsullar Azərbaycan ki, idxal edirdi İrandan, Pakistan üzərindən, ərəb ölkələri üzərindən. Onlarda bir sıxıntı var, amma Pakistan üzərindən gələnlər yenə başladı gəlməyə. İran tikinti materialları satışını həyata keçirən şirkətdən aldığımız məlumata görə, İranın Yezd, Təbriz və Kirmanşah şəhərləri ilə ticarət əlaqələri var. Hazırda bəzi zavodlar işləmədiyindən ləngimələr var, eləcə də İran tərəfdən yol problemi yaranır. Məhsul və gömrük qiymətlərində isə heç bir dəyişiklik yoxdur. İqtisadçı ekspertlər hesab edirlər ki, əgər İranın ixrac imkanları daha uzun müddət məhdudlaşarsa, o zaman cənub qonşumuzda istehsal edilən bir sıra məhsulların gətirilməsində çətinlik yarana bilər. Amma ciddi narahatlıq yaradan məqam yoxdur. Böyük ölçüdə mənzəriyə baxmış olsaq görərik ki, Azərbaycanın ümumi ticarət dövriyyəsində İranın payı cəmi 1,3% təşkil edir ki, bu da o qədər də böyük ölçüdə pay demək deyildir. Eyni zamanda digər alternativ istiqamətlərdən Azərbaycan bazarının təchizatı üçün ciddi problemlərin olmaması İranla münaqişə zəminində ölkəmizdə hər hansısa bir ərzaq çatışmazlığı və yaxud da bazarların kənd təsərrüfatı məhsulları və digər məhsullarla təchizatında hər hansısa bir problemin uzun müddətli yaranması və ciddi mənfi təsir göstərməsi gözlənilən deyil. Belə qənaətə gəlmək olur ki, İrandan idxal edilən malların, xüsusən də ərzağın qiymətinin yüksəlməməsi üçün alternativ bazarlardan həmin məhsulların daha qısa zamanda gətirilməsinə ehtiyac var. Bu, müharibənin hansı müddəti əhatə etməsindən asılı olacaq.